Çox vaxt itirmədən başlayıram bugün, deməli, ailədə posttravmatik stres mövzusunda sizlərlə danışmağa. Sizlərdən xahişim odur ki, səsləri mümkün qədər bağlayaq. Suallarınız olanda yalnız və yalnız chat hissəsinə verək və səsli danışmaq yoxdur. Suallar yalnız chat hissədə yazılır və mən suallara vaxt daxilində cavablandıracağam. Qeyd edim ki, bu təlimi izləyə bilməyənlər və yaxud da vaxt məhdudiyyəti yaşayan şəxslər sonradan YouTube kanalında izləyə bilər. Təlimin müddəti təqribi 30 dəqiqədir. Sual-cavab hissəsi də təqribi 10 dəqiqədir. Yəni çalışaq ki, fayda götürə bilək. İlk öncə ailədə posttravmatik stres mövzusuna toxunmaq istəyirəm. Sizin üçün qrupa mini bir test atdım. Ümidvaram ki, bu testi işlədiniz. Ümumiyyətlə, posttravmatik stres nədir? Mən istəyirəm ki, hər kəs öz fikrini yazsın. Sizə görə posttravmatik stres nədir və həyatınızda posttravmatik stres mi yaşayırsınız? Yoxsa necə? Gəlin baxaq. Siz öz fikirlərinizi çox xahiş edirəm yazın. Mən də ümumi sizə məlumat verim. Ümumiyyətlə, posttravmatik stresdən bilirsiniz ki, müharibə iştirakçıları, qazilərimiz, düzdürmü? Şəhid ailə üzvləri, daha sonra və yaxud da ki, yol hadisəsi olan, zəlzələ zamanı baş verə bilən hadisələr, qəfil baş verən, yəni uzun sözün qısası, məsələn, sən yol gedirsən, bilmirsən, məsəl üçün deyək ki, binada tikinti işləri gedirdi və sənin üzərinə məsəl üçün daş dəydi və sən xəsarət aldın. Və yaxud da yol gedirsən, maşın sürürsən, yəni sən həmin an fikirləşirsən ki, mən gedirəm toya, qəfil bir hadisə baş verdi, sən məsəl üçün deyək ki, yaxınını itirdin. Və yaxud da gəlin belə bir misal göstər, və yaxud da mən müharibədəyəm, müharibə iştirakçısıyam və həmin an ölümlə üzbəyüzəm, düzdürmü? Yəni ölüm an söhbətidir və həmin an mənim aidə orada yaşadığım qorxu, stres məndə, yəni o dövrü rahat atlatsam da, sonrakı etapda mən davamlı olaraq bu döngüdən çıxa bilmirəm. Bəs ailədə posttravmatik stres nədir? Əslində posttravmatik stresi saysaq müxtəlif cür gedə bilərik. Ailədə məsələn, gəlin biraz buradan gedək. Ümumiyyətlə siz yəqin ki, özünüz də bir çox, hər birimiz fərqli bir ailədə böyümüşük. Məsələn, bəziləriniz böyümüsünüz boşanmış ailədə, bəzilərinizin atası yoxdur, bəziləriniz atası tərk edib, bəziləriniz anası rəhmətə gedib, bəziləri çox söz-söhbətli ailədə böyüyüb, bəziləri də məsəl üçün valideynlərinin sözü bir-birinin boğazından keçməyib, ata-ananı döyüb, ana atanı döyüb, ata başqa qadınla xəyanət edib, ana başqa kişiyə ərə gedib. Hətta bu yaxınlarda eşitdim ki, 3 uşaqlı, yəni 3 uşağı olan ana öz ərini 3 uşağı ilə bir yerdə atıb, Türkiyədə başqa kişiyə qoşulub, ailə həyatı qurub. Yəni bu uşaqlar hal-hazırda məktəbdə də bullyingə məruz qalıb ki, anası başqa kişiyə qoşulub qaçıb və yaxud da bunun əksinə. Baxın, ailədə posttravmatik stres yaşayanda təqribi sizə baxın, bu şəkilləri göstərmək istəyirəm. Yəqin ki, bu şəkilləri görürsünüz. Baxın, burada məsələn qız uşağıdır, ağlayır. Bu sizin uşaqlığınızı da xatırlada bilər. Məsələn, ana ilə ata yola getmir, sözü bir-birinin boğazından keçmir, dava, qırğın, qışqırıq səsləri, şillə səsi, vurulma, döyülmə və uşaq nə keçirir həmən an? Gəlin fikirləşək, yəni fikirlərinizi yazın. Məsələn, deyək ki, günahkarlıq keçirir, yetərsizlik duyğusu çəkir, dəyərsizlik keçirir, düzdürmü? Kodlanır, şuuraltısı kodlanır. Burada deyək ki, möhkəm qorxu, təşviş yaranır, gələcəkdə panik atak, anksiyetə, duyğularını bastırma, davamlı tərk edilmə münasibətlər, sonra emosional manipulyasiyaya məruz qalma, yoxa çıxmalar, rədd edilmələr. Burada misal üçün, gözünün qabağında ata-anaya əl qaldırır. Fərqi yoxdur, yəni ana eləyir, ata eləyir, yəni uşağın gözünün qabağında şiddət baş verir. Elə ailələr var, bıçaq çıxarır bir-birinin üzərinə. Biraz ağır mövzuda danışıram, ola bilər çoxunuzun həssas yeridir. Demək olar ki, yəni əksəriyyətimizin həssas yeridir. Çünki bir zamanlar, yəni Sovetdən qalma bir çox ailələrdə bu getdikcə daha çox idi, amma indi müasir dövrdə də düzdür, davam edir. Amma indi ən azı hüquqi cəhətdən möhkəmlənmə gedir ki, yəni bu məsələyə polis rahatlıqla müdaxilə edə bilir, düzdürmü? Uşaq da oturub, beynində şuuraltı olaraq kodlanır ki, biraz sizə iz atıram, yəni iz verirəm. Uşağın şuuraltında avtomatik proqramlanır ki, deməli, kişilərə güvən olmaz. Misal üçün, kişi insanı öldürür, kişi pisdir, evliliyi pisdir və gələcəkdə bu uşaq bəlkə də heç vaxt evlənə bilməyəcək, heç bir kişi ürəyini aça bilməyəcək, güvən problemi yaşayacaq. Bəlkə də bu qız həyatı boyu, ömür boyu özünü günahkar hiss eləyəcək, davamlı tərk edilməkdən qorxacaq. Bəlkə də bu qız davamlı olaraq insanlara qarşı aqressiv olacaq, soyuqqanlı olacaq, qaçınan bağlanma stil olacaq. Yəni, indi mənim demək istədiyimi başa düşdünüz. Ailədə posttravmatik stres pozuntusu deməkdir ki, mən bir travma yaşayıram və bu travma mənim gözümün qarşısında, qulaqlarımın yanında. Yəni, mən bunu görürəm və hiss edirəm.
İnsanın ilk güvən kontaktı qurduğu şəxs kimdir? Onun öz ana, onun öz atası. Yenə də deyim, posttraumatik stres mövzusu çox genişdir. Burada müharibə iştirakçılarına aid ayrıca bir mövzudur. Sonra fövqəladə vəziyyətdə, məsəl üçün dağıntı, tikinti, zəlzələdə olan ayrı bir mövzudur. Yəni mən burada sadəcə ailədə, yəni belə deyək ki, konkretləşdirilmiş bir mövzu seçmişəm deyə ancaq ailədən danışıram. Yəni ayrıca posttravmatikdən danışmıram. Bunu demək istəyirəm. Ona görə ailə məsələlərini həsr eləmişəm. Məsələn, və yavaş-yavaş gələcəyimiz qurulur, şuuraltımız proqramlanır. İndi gəlin bunun əksini düşünək. Təsəvvür eləyək ki, ana-ata bir-birinə mehribandır, deyir, gülür, can deyir, can eşidir, ailədə güvən var, dəyər var, sevgi var, ehtiras var, anlayış var. Sizcə bu uşaq necə böyüyər? Sizcə bu uşaq necə böyüyər? Ümumiyyətlə mənə sual vermisiniz ki, bu hansı dövrdə düşüncə yaranır? Bu uşaq və yeniyetmə psixologiya kursu olmadığına görə mən burada danışa bilməyəcəm. Bu 18 yaş üzəri aiddir. Şuuraltı məsələləridir. Kursa yazıla bilərsiniz bu arada. Bugün qeydiyyatın son günüdür. Aha. Yəni bunun əksini fikirləşsək ki, bu uşağın anası sevgi verir, qayğı göstərir, ya atası valideyn. Ana-ata ayrıca götürsək və yaxud da ki, məsələn desək ki, ana-ata arasında münasibət harmonikdir, xoşdur, anlayışlıdır. Uşaq da gələcəkdə güvənilir münasibət qura bilir. Təbii ki, heç nə 100%lük deyil, 100% üzərindən danışmıram. Bəs yaxşı, belə bir ailədə böyümüşəmsə mən, bu gün ən həssas nöqtə, bəs mənim münasibət həyatım necə olacaq? Əgər iki cür insan var. Şuursuz yaşayan, yəni fərqində olmadan yaşayan insandırsa, şuursuz yaşayan bir insandırsa, həyatı boyu başqalarını günahlandıracaq, həyatı boyu qarşındakı insanı günahlandıracaq ya da özü də bilmədən tərk edəcək, rədd edəcək, soyuq olacaq, qorxuları olacaq. Amma fərqində yaşayan insandırsa, deyəcək ki, mən öz üzərimdə şəxsi inkişaf yolu keçim. Bu arada mənim şəxsi inkişaf proqramım var, Mənəvi Həyatlar kanalı. Qrupa qoyacağam. Kim istəsə onun haqqında ətraflı məlumatlana bilər. Yəni bunun üzərində mən hər birinin üzərində işləyirəm bu məsələlərin. Bu aydın oldu. İndi gəlin başqa bir mövzuya girim. Sonradan buna keçid eləyəcəm. Sonra da biraz şuur altını qoyacağam ortaya. Posttraumatik stres nədir? Mən sizə təqribi danışdım, bu nə deməkdir. Burada sadəcə elmi dillərlə verib. Ümumiyyətlə, insan ani bir travma yaşayır. Məsələn, deyək ki, atıram, mən bugün ailə məsələlərinə toxunacağam ona görə. Məsələn, deyək ki, mən oturmuşam və çay içirəm, mənim cəmi 10 yaşım var. Birdən atam evə gəlir və başlayır anamla dalaşmağa. Bu arada onlar dalaşırlar və atam qəfil də bilmədən anamı öldürür. Bu hadisə mənim gözümün qabağında baş verir və bu məndə travma yaradır. Amma atam gedir həbsxanaya, anam artıq rəhmətə getdi və mən artıq tək bir uşaq oldum 10 yaşımda. Və belə bir durumda mən böyüdür nənəm, deyək ki, nənəm böyüdür. Mən böyüsəm də bu travma məndə qalır, illərlə qalır və hər dəfə atamın anamı öldürdüyü yadıma düşür. Bu məndə flashbacklər olur. Gecə yuxularımı qarışdırıram, tez-tez tualetə gedirəm, mədə ağrılarım olur, bağırsağımda ağrılar olur, sinəmdə ağırlıq olur, nəfəs alıb verməkdə çətinlik çəkirəm. Düzdürmü? Məsələn, bu ən ağır bir hekayə danışıram, yəni çox ağırdır və bu heç vaxt mənim həyatımdan getmir. Yəni travmadan sonra travma davam eləyirsə, bu posttravmatik stressdir. İndi gəlin biraz da ümumiləşdirim, sizə deyim. Bu münasibətlərdən götürək. Məsələn, deyək ki, boşanma ərəfəsində yoldaşınızla boşanırsınız və insan ilk boşanmanın 6 ay müddəti sağalma mərhələsidir, maksimum 1 il. İnsan ən azı sağalmalıdır. O ki, kim boşanan kimi gedir başqa kişi, başqa qadın tapır, öz boşluğunu doldurur. Sağlam deyil. İnsan ən azı özünə bir minimum 6 ay və yaxud da 1 il zaman verməlidir. Sıraz münasibət hatlamalı deyil. Amma bu kişilərdə bu daha tezdir. Boşanan kimi əksərən gedir başqa qadınla yapışır. Qadınlar daha çox biraz üzülür, daha çox karyera fokuslanır. Təbii ki, əksi də ola bilər. Bu da posttravmatikdir. Məsələn, sən deyək ki, boşanmısan, amma birdən oturursan 6 ay keçib eks-partnyorun səni necə döydüyü yadına düşür, sənə necə xəyanət etdiyi yadına düşür, nə bilim, və yaxud da ki, səni necə incitdiyi yadına düşür də, yəni bir söz. Bu da travmadır. Yəni sənin həmən hadisə vaxtı bəlkə də sən o şeydən təsirlənmirsən, həmən hadisənin üzərindən illər də keçsə, aylar da keçsə, səndə o döngülər şəklində qalır və sən o şeyi unuda bilmirsən. Unuda bilmədiyinə görə yadına düşür. Ona görə yadına düşür ki, əslində məni gör, məni duy, məni eşit. Və sən bunun üzərində işləmədikcə, o səndə panik atak, təşviş pozuntusu, anksiyete, qorxular, OKP, yanlış partnyor seçimləri və s. Posttravmatik stres pozuntusu ailələrdə ümumiyyətlə iki cür olur. Birinci fərdi posttravmatik stres, ailənin özündən yaranan.
Məsələn, ailənin bir üzvü travma yaşayıbsa, məsələn, şiddət, xəyanət, qəza, ölüm, uşaqlıq travması tez qıcıqlanır, qapalı olur, donma reaksiyasında yaşayır, donur qalır, tez qorxur, tez həyəcanlanır, güvənməkdə çətinlik çəkir, gərginlik, emosional məsafə, konfliktlər, anlaşılmazlıqlar yaranır. Əgər ailənin özündə yaranan belə deyək ki, posttravmatik stressdir. Bir var ki, sən fərd olaraq təsirlənirsən. Məsələn, deyək ki, ailədə qışqırıq, bağır, nə bilim birinin haqqını yemək, şillə, yumruq, anan səni yoxsayır və s. Sən 3 uşaqsan, heç 2 bacı o təsir eləməyibdi o travma. Deyəndə deyirək ki, onlar həmişə dalaşır, heç vecməlidir, amma sən təsirlənmirsən. Bu fərdidir. Yəni o deyir, bir ailədə 5 uşaq böyüyürsə, 5-i də eyni barmaq deyil. Misalı var, 5 uşaq böyüyürsə, 5-i də eyni barmaq deyil. Bir də var ki, yəni digər bacıların baxırsan ki, imkanlı yerlərə gedir, nə bilim qardaşın gələcəkdə maşın alır, villa tikdirir. Nə olsun ki, belə xaotik ailə. Amma sən nə ailə həyatı qura bilirsən, nə münasibətin var, harda toksik var, harda abuzer var, harda manipulyativ var, harda səni incidən var, gedib yapışsan ona. Deməli, posttravmatik stress pozuntusu olan uşaqlar, yəni böyüyəndə, mən indi yetişkin versiyadan danışıram, böyüyürüksə və mən öz uşaqlıq travmalarımı həll eləyə bilməmişəmsə, yəni biz burada işləməliyik, şuuraltı ilə, psixoanalizlə işləməliyik. Əgər mən bu hissəni həll eləyə bilməmişəmsə, deməli, bu hissə məndə qalır. Mənim 30 yaşım olsa da, münasibət qurmağa çalışsam da, əslində içimdəki 10 yaşlı uşaq travmadır da axı. 10 yaşlı uşaqla bu münasibətə girirəm. Onun sağalmağa ehtiyacı var. Bəs bunu necə sağaltmaq olar? Təbii ki, fərdi qaydada bir konsultasiya, ən azı şəxsi inkişaf etdirici proqramlar. Üçüncü də əgər sən bunu indi fərqinə varırsansa, bu da sağalmanın yarısıdır. İzah edə bilirəm. Ya fərdi öz üzərində işləməlisən, ya da birbaşa psixoloqla işləməlisən. Bir dənə sözlə, cümləndən heç kəs sağalmır. Ən azı aylarla, ən azı illərlə, yəni posttravmatik stress uzun müddət terapiya olunan bir şeydir, qısa müddətdə olmur. Yəni ailədə məsələn yaranırsa, məsələn ailə travması da deyilir, aqressiya, şiddət, valideynlər arasında münaqişələr, qışqırıq, fiziki cəza, təkrarlanan xəyanətlər, emosional laqeydlik, sevgisizlik, bir valideynin tərk etməsi, uşaqdan çox şey tələb olunma, qorxudulma, təhdid, kontrollu manipulyativ mühit. Ümumiyyətlə, insan başa düşməsə ki, insan içində iki dənə mən var. Bir var uşaq versiya, bir var yeniyetmə versiya, bir də var indiki versiya. Sənin içindəki uşaq sevgiyə acdırsa, sənin içindəki uşaq qayğıya acdırsa, dəyərə acdırsa, insanlığa acdırsa, pula acdırsa, yeməyə acdırsa, xoş münasibətə acdırsa, sən nə qədər 30 yaşında da full estetik bədənə malik olsan da, geyinib keçinsən də, yaraşıqlı olsan da, ən varlı milyarder də olsan, fərqi yoxdur. Sənin için acdırsa, əgər uşaqlıq versiyanın yaralarını sağaltmamısansa, o aclıq sənə həyatda bir yerdən natamamlıq gətirəcək və sən xoşbəxt olmayacaqsan. Düz mən burada slaydı özüm açmışam. Əslində özümü də belə paylaşa bilərəm. Fakt istəyirəm ki, onsuz da insanlar indi gedib kitab açmaqda, nəyisə oxumaqda çox çətinlik çəkir. Heç olmasa mən danışarkən belə gözucu da olsa bu ən azı oxusaz belə qısa da olsa bir məlumatdır deyə düşünürəm. İndi bir dənə suallarınıza baxın bu arada. Çox belə həssas mövzu olur. Siz suallarınızı yazın, mən cavablandıracağam. Eynən. Aha. Aha. Ümumiyyətlə, ailədə posttravmatik stress pozuntusu bəs nəyə gətirir çıxarır? Bu gətirir çıxarır, sən sağlam münasibət qura bilmirsən. Bəzilərinizi şikayət edir. Məsələn, mənə yazırlar, mən bu arada ödənişsiz marafon eləyirəm. Marafonuma qeydiyyatdan keçənlər var. Qeydiyyatdan keçənlər yoxdursa, mən bugün qoyacağam məlumat, ətraflı məlumat, oradan keçərsiniz. 15 dekabr başlayır bu arada. Bəzən mən şəxsdə yazırlar ki, məsəl üçün, niyə davamlı tərk edilirəm? Niyə davamlı emosional soyuq münasibətə məruz qalıram? Niyə davamlı dəyərsiz hiss edirəm? Niyə davamlı yetərsizəm? Niyə davamlı nə etsəm də olmur? İndi gəlin bu cümləni oxuyum, aydın olsun sizə. Ailədə posttravmatik stress deyəndə həmişə yanlış insanları seçmək, toksik münasibətlərdə qalma, rədd ediləndə özünü günahlandırılmaq, yox sözünü həzm edə bilməmək, davamlı dəyərsiz hiss etmək, özünü yox kimi hiss etmək, ehtiyacı sevgi yox, təhlükəsiz kimi hiss etmək. Ümumiyyətlə, insanlar yox deyəndə belə özlərini günahlandırır. Bəziləri səni rədd edir, bəziləri səni aşağılayır.
Yəni burada əsas məsələ odur ki, sən həyatındakı insanları ana-atan hesab edirsən, insanlar arasındakı olan münasibəti də ananla atan arası olan münasibət hesab edirsən. Bunu əslində sən hesab etmirsən şuurlu şəkildə. Əslində sənin şuuraltı versiyan belə hesab edir ki, ətrafımdakı insanlarla münasibət qururamsa, deməli mən öz ana-atamın münasibətini yaşayıram. Əgər sənin uşaq versiyanda ana-ata arasındakı münasibət yalan, xəyanət, dava, qırğın, söz-söhbət, şiddət, vurma, əzmə, təhqirdirsə, sən bunu reallıq kimi götürürsən və nəticədə sən gedirsən harda toksik var, yapışırsan ora. Orada deyirsən ki, mən dəyər görünmürəm, nə bilim, mənə pul xərclənmir, mən istədiyim evdə yaşaya bilmirəm. Axı sən həyatını düzgün seçməmisən. Ona görə sən birinci daxili uşaq versiyandan işləməlisən. Bəs ailəvi posttravmatik stres pozuntusunun əlamətləri nədir? Hər problemdə özünü günahlandırmaq. Həmişə sən günahkarsan. Sən elə gəlir ki, nə etsən də hər şeydə sən günahkarsan. Çünki davamlı olaraq valideynlərinin təsdiqini almaq ehtiyacı o qədər çox olub ki, nə etsən də sanki sən yetərsizsən, yetə bilmirsən. Həmişə münasibət, partnyorlarınla da münasibətdə təkrar-təkrar ssenarilər yaşayırsan. Bunu ekspert eləyin. Həqiqətən güvənilir ailədə böyümüş bir dənə dostunuz, podruqa, ümumiyyətlə xoşbəxt münasibət görən, yəni həqiqətən əminsinizsə ki, iki insan həqiqətən bir-birini səmimi şəkildə sevib evlənib. Bu insanlara sadəcə belə bir sual verin. Əgər yaxınınız varsa və yaxud da xahiş eləyin ki, fikirlərini bildirsin. Deyin ki, sən necə bir ailədə böyümüsən? Bunun iki cavabı var, ya toksik, ya normal. Əgər həmin insan deyirsə ki, mən toksik ailədə böyümüşəm, amma öz üzərimdə psixoloji iş aparandan sonra düzgün partnyor seçmişəm, o insana halaldır. İkinci versiyada isə o insan toksik bir münasibətdə böyür, öz üzərində psixoloji iş aparmır, gedir yenə toksik münasibət qurur. Sizcə niyə indi psixologiya dəb əsri olub? Çünki insan başa düşür ki, mən keçmişdəki travmalarımı sağaltmasam, eyni döngülər, eyni ssenariləri o kobud şəkildə edəcəm, heyvan sürüsü kimi davam edəcəm. Yəni nəsillərarası ailə dizimi terapiyası var da. Sən o bir söz var, deyir bizim mən belə bir söz eşitmişəm. Deyir bizim nəsildə qadınlar xoşbəxt deyil. Kimə ərə gedir bədbəxt, amma bizim nəslə qadın gələndə çox xoşbəxtdir. Kişilər yağbal içində saxlayır. Əgər sənin nəslindəki qadınlar dəyərsizlik, yetərsizlik, nə bilim, alçalma, döyülmə, təhqir yaşayıbsa, bunun bir ucu sənə də dəyir. Sən bunu öz üzərində işləyib həll eləməsən, bu döngü davam eləyir. Amma psixoloji iş aparanı deyil. Ümumiyyətlə, toksik ailədən çıxan uğurlu insanlar kimdir? Məsələn, boşanmış ailədə, o demək deyil, boşanmış pis bir şeydir. O mənada yox. Boşanmış insanın boşanmada insana travmatik təsir edir. Sən əgər boşanmış ailədə məsələn çıxmısansa, sən ən azı bir müddət psixoloqla işləməlisən. Və yaxud ən azı ödənişsiz dəstək götürməlisən, ən azı. Nəsə etməlisən ki, sənin bu yaran davamlı təkrar olmasın. Məsələn, insanlar bir dəfə evlənir, xoşbəxt olmur, öz üzərində işləmir, gedir ikinci dəfə də evlənir, xoşbəxt olmur. Yəni işləmir, gedir, yəni 3-4 dəfə evlənir belə-belə, hərəsindən də 5-6 dənə uşaq. Axırda gedir, razılaşır ki, mən gedim bir psixoloji öz üzərimdə işləyir. Axırda 6-cı, 5-ci ailəsində uğurlu olur. Yəni bu prosesi bu qədər uzatmaq yerinə, elə birbaşa sən görürsən, sənin bu problemin var. Dəyərsizlik, yetərsizlik, özün ola bilməmək, duyğularını ifadə edə bilməmək, davamlı manipulyativ münasibətlər, davamlı şiddət ssenariləri, davamlı mənəvi ehtiyac, duyğusu, davamlı maddi borc. Ondan sonra bunu öz üzərində bir dəfəni işlə, rahat şəkildə istədiyin bir həyatı yarat da. Niyə görə özünü davamlı eyni döngünün içində çırpınan kimi hiss edirsən? Nə vaxta kimi bu olacaq? Nə vaxta kimi təsəllini tarotda tapasan? 7-7-7, nə bilim 15-15-15, bütün günü boş-boş afirmasiyalar deyərək tapacaqsan. Yəni belə bir şey həll olsaydı sizcə, həqiqətən bu qədər dünyada 8 milyarda yaxın insan var. Elə o 7-7 ilə, tarotdan hamı xoşbəxt olar da. Demək ki, bunun məsələnin mahiyyəti tamam fərqlidir də. Şuuraltını bu istiqamətdə yox, həqiqətən psixologiyada axtarmaq lazımdır. Deməli, tərk edilmə qorxusu, sevilməmək hissi, öz dəyərinə şübhə, konfliktdən qaçmaq, insanların sevgisinə qorxu ilə yanaşmaq, sərhədlərin olmaması, hamını özünü yüklü, yorğun, emosionla bağlı hiss etməyiniz. Baxın, bu da posttravmatik stresin əlamətləridir. Bu arada suallarınızı çox xahiş edirəm yazın. Çünki sual olmasa yekunlaşdıracağam. Daha sonra mən sizə test qoymuşdum. Bilmirəm, kimin neçə bəlisi oldu, test işlədi, yazsın fikirlərini. Mənə çox validir. Məsələn, test edərək özümüzü ölçə bilərik ki, bizdə nə qədər, məsəl üçün deyək ki, stres pozuntusu var. Məsələn, uşaqlıqda evdə tez-tez gərginlik, narahatlıq və təhlükə hiss edirdin. Həqiqətən hiss eləmisinizmi? Böyüdüyünüz ev necə olub? Huzur verib sənə, rahatlıq verib, güvən verib, narahatlıq verib, təhlükə edib. Mən tam səmimi şəkildə yazın ki, 1. Məsələn, bunu geniş də yaza bilərsiniz. Mənim böyüdüyüm ev mənə təhlükə, qorxu, narahatlıq verib. Davamlı qorxmuşam ki, məsələn, atam evdən gələr, anamı döyər, bizi ac saxlayar və yaxud da ki, bunun əksi də ola bilər. Yəni müxtəlif ssenari yazır və yaxud da yaza bilərsiniz qısaca bəli. 2.
Problem olanda səni kimsə sakitləşdirir deyə yox, özün sakitləşməli olur. Elə uşaq var, ağlayır, ağlayır, ağlayır. Başlayır deyir, sakit ol, əri, sakit ol, ata niyə heç nə eləməyəcək, ana heç nə eləməyəcək. Uşaq öz-özünə tək qalır, sakitləşir. Ya da ana gəlir uşağı sakitləşdirir, ya da ata. 3. Valideynlərindən biri və hər ikisi emosional olaraq sərt. Ümumiyyətlə, emosional uzaq valideyn nə deməkdir? Mən gələcəkdə də partnyor seçəndə harda məni yox sayan, dəyər verməyən, yoxa çıxan, qost olan, manipulyativ bir insan var, mən gedib onu seçəcəm. Çünki mən öyrəşmişəm ki, mənim anam və atam bu cür olub. Şuuraltı seçəcəm. Əgər mən özüm üzərində psixoloji başa düşmürəmsə, onun həllinə yönəlmirəmsə, avtomatik bu cür seçəcəm. Sonra da deyəcəm ki, mən eyni döngünün içərisində fırlanıram. Çünki sən əslində öz ailəni qəbul edə bilmirsən. Qəbullanma ən ağır mərhələdir, amma ən sağalmalı mərhələdir. Yəni özünün kimliyini qəbul edirsən, hansı ailədə böyüdüyünü qəbul edirsən, atanın, ananın köklərini, soyunu qəbul edirsən. Elə insan var, qəbullanma deyəndə aqressiya keçirir, özünü dəyərsiz hiss eləyir ki, yox, mən qəbul etməli deyiləm. O kimdir ki, mənim atamdır? O kimdir ki, mənim mamam? Elə insan da var. Yəni mən bunu terapevtik deyirəm. Şuuraltı olaraq insan qəbullananda təbii ki, qəbul etməmək də seçiminizdir, amma bu sizi çox incidəcək. Bir söz var, deyir, insan 35 yaşına kimi ata-ana məsələlərini həll eləmirsə, münasibətdə xoşbəxt olma riski aşağı düşür. Yəni bunu təcrübə də eləyə bilərsiniz. Sadəcə, yaxşı belə deyim, sadəcə kim ki hal-hazırda bədbəxt münasibət yaşayır, kim ki toksik bir münasibətdədir, kim ki davamlı şikayət edir münasibətdə, heç nə yox, sadəcə müşahidə edin. Onun böyüdüyü ailə ortamına baxın. Həqiqətən əmin olacaqsınız ki, bu insan nəyə görə bu cür münasibətdədir. Sadəcə belə xoşbəxt olmayan cütlüklərə baxın, əksəriyyəti daxilən ana-atası ilə konfliktdədir. Yəni qınamaq üçün demirəm, o özü də bilmədən bu cür yetişdirilib. O oyanıb öz üzərində işləsə çox gözəl xoşbəxt ssenari yarada bilər. Evdə hər şey normal görünürdü, amma içində həmişə gərginlik var idi. Bəli, xeyr. İndi böyüyəndə kimsə yox deyəndə özünü günahsız və dəyərsiz hiss edirsən. Yox demək, hər kəsin yox demək, hər kəsin rədd etmək, hər kəsin tərk etmək, hər kəsin hər şey etmək hüququ var. Biri səni tərk etdisə, biri səni rədd etdisə, o demək deyil ki, dünyada 8 milyard insan sənə yox dedi və ya səni tərk etdi. İnsanların seçimini hörmət etmək lazımdır. Hər kəs səni sevə bilməz, o da səni sevməyə bilər. Niyə narahatsan ki, qoy sevməsin, qoy görməsin, qoy dəyər verməsin. Amma o deməkdirmi ki, digər hər kəs sənin dəyərini vermir. Deməli, sən öz dəyərini düzgün yerdə axtarmırsan. Bir dənə misal deyəcəm, hamınızın Instagramda qabağına çıxar. Deyir, suyu, deməli, belə bir şey var. Suyu dilənçi satanda 20 qəpiyə satır. Su marketdə satılanda 50 qəpiyə satılır. Su hava limanında satılanda 1 manata satılır. Su eynidir, amma suyun olduğu yer onun dəyərini müəyyənləşdirir. Düzdürmü? Məntiqlə. Su eynidir, amma dilənçinin əlində 20 qəpik idi, marketdə 50 qəpik idi, hava limanında 1 manatdır. Misal üçün deyirəm. Hava limanında nədir? Hava limanında 1 manatdır. Deməli, sən özünü hara qoyursansa, ora. Əgər sən gedib sənə davamlı söyən, təhqir edən, vuran, döyən, incidən insanın əhatəsindəsənsə, deməli sən şuuraltı olaraq avtomatik özünü ona layiq bilirsən. Hələ oturub onu dəyişəcəyinə də ümid eləyirsən. Yəni nə vaxta kimi özünü illüziyalarda aldadacaqsan. Olmazmı ki, həqiqətən özünü qəbul. Düzdür, mən çox ağır mövzuda danışıram. Bəlkə də çoxunuz məndən inciyə bilərsiniz. Hörmət edirəm fikrinizə, çünki bunların hamısı travma təpkisidir. Amma yəni özünüzlə üzləşin də. Yəni niyə üzləş? Nə vaxta kimi uzadacaqsınız? Neçə il ömrünüz var ki? Eyni döngüdə ilişib qalasınız. Yəni bu qədər psixoloji əl çatarkən. Məsələn, Sovet dövründə bu qədər əl çatanlıq yox idi. İnsanlar illərlə terapiyaya gedirdi. İllərlə. Yəni sizə elə gəlməsin. Məsələn, hər kəs göründüyü kimi deyil. O uğurlu insanların arxasında illərlə zəhmət dayanır. O zəhmət, bilirsiniz necə, boş-boş deyil. Həqiqətən öz üzərində işləməklə gedir. Tərk edilmə və rədd edilmə qorxum var. Bu da posttraumatik stressdən yaranıb. Tez-tez çox cavab verib azalırsan. Uzun-uzun mesajlar, amma cavab yoxdur. Qarşı tərəf həddindən artıq fədakarsan, özünü qurban verirsən, həddindən artıq empatiya və anlayış göstərirsən. Nəyin təsdiqini gözləyirsən axı sən? Kimin təsdiqini gözləyirsən? Konfliktdən qaçırsan və içində qəzəb toplanır. Ümumiyyətlə, konfliktdən niyə qaçırsan? Harda konflikt var, qaçırsan. Bir münasibətdə problem çıxır, tez adboy versən, bloka atırsan, yoxa çıxırsan. Niyə? Hansı valideynlə yaşadığın problemdir? Uşaqlıqda güclü olmalısan hisslərini göstərmək kimi açıq və gizli mesajlar. Sən güclü olmalı deyilsən. Lazımdırsa zəif də olmalısan, lazımdırsa yetərsiz də hiss etməlisən, lazımdırsa özünü itirməlisən. Amma sən insansan. Heç kəs səndən nəyisə, belə deyək ki, tələb edə bilməz. Uzun sözün qısası. Bugünkü təlimlə. Ailədə, altını çizirəm, pişim də mənə baxır. Ailədə posttraumatik stres pozuntusundan danışanda ana və atanın arasında yaranan münasibətdən uşağa sıçrayan neqativ şuuraltı proqramlar, kodlar,
davranışlar, duyğular, düşüncələr uşağa proqramlanır. Uşaq həyatı anatada necə görübsə, istəmsizcəsinə bu cür qavrayır. Böyüyüb öz üzərində işləməyənə qədər bu döngünü həyatında, iş yerində yaradır, insanlarla münasibətində yaradır. Çox insan işə girə bilmir, işsizlikdən əziyyət çəkir. Niyə? Və sonra münasibət qura bilmir. Niyə? Səbəb nədir? Və yaxud da ki, ata ilə olan münasibəti pisdir. Sirayət eləyir. Ana ilə olan münasibəti pisdir. Sirayət eləyir. Həzm edə bilmir, qəbullana bilmir, yaradır. Mən bu məsələləri terapiya şəklində Mənəvi Həyatlar kanalında 2 aylıq terapevtik bir kanal yaratmışam. Sıfırdan işləyirəm. Həm ana-ata şuuraltı proqramlama, həm öz münasibətini yaratma, həm münasibətdə uğursuzluq sxemlərini açmaq, hamısını bir-bir mənəvi həyatlarda işləyirəm. Yəni sən öz üzərində işləyirsən. Bu ümumi qrupdur. Bir də var fərdi şəkildə, o heç fərdi şəkildə konsultasiya da yarada bilərsiniz. Amma tövsiyə edirəm ilk öncə özlərinizdə 2 aylıq bir inkişaf keçin. Plus da bu ayın 15-dən ödənişsiz şəkildə qoşulmaq istəyirsinizsə, 15 dekabrdan ödənişsiz marafonum var. Ona qoşula bilərsiniz. Başqa sizə heç nə deyirəm. Və Plus, əgər sizə burada qoşulmaqda məqsədiniz həqiqətən uşaq və yeniyetmə psixologiya kursunu bilməkdirsə, sabahdan artıq uşaq və yeniyetmə psixologiyası başlayır. Qoşularaq onu öyrənə bilərsiniz. O kurs şəklindədir. 1 ay yarımlıq proqramdır. Yəni 3 dənə seçənəyiniz var. Seçim də hər zaman sizindir. İndi sizin suallarınıza cavab verin və bu gün yekunlaşdırım. Ümumiyyətlə əvvəldən də demişdim ki, çox danışmağı xoşlamıram. Yəni mövzu baxımından, amma suallara cavab verməyi çox sevirəm. Görək nə sual yazmısınız, maraqlıdır. 10 dəqiqə ancaq sualları cavablandıra biləcəm. 10 dəqiqə. Mən anama hətta nifrət edirəm. Çox gözəl. Baxın, bir insan duyğusu ilə barışıqdırsa, onu deyir. Mən nifrət edirəm. Mənim zəhləm gedir. Mən sevmirəm. Bunu deyin, qışqırın. Özünüz tək olana deyin. Ata, mən sənə nifrət edirəm. Ana, mənim sənə qışqırın çıxsın. Həm də sən bunu deyirsənsə, ağzına bu sözü alıb deyirsənsə, ana, mən sənə nifrət edirəm. O deməkdir ki, duyğunu qəbullanırsan. Amma bunun da səbəbi var. Amma biraz dediyim ağır ola bilər. İndiki etapda buna hazır olmaya da bilərsən. Mənəvi həyatlardan ilk dərsim ana-atanı şuuraltı işləməkdir. Ona abunə olsan, 25 dəqiqəlik ana terapiya, ananın şuuraltı proqramlamasını işləmişəm. 20 dəqiqəlik də ata. Görün mən orada nə qədər yazmışam. Təbii ki, onu bura sığışdıra bilmərəm. Qısa və net belə deyə bilərəm. İndi psixan bunu qəbul etməyə bilər. Anan və atan öz ana-atasından nəyə görmüşdüsə, istəmsizcəsinə sən onu yaşatdın. Bəlkə də bilərək yaşatdı, amma həqiqətən şuursuz şəkildə onu yaşatdı. Bu mənim pişiyimdir, salam verir sizə. Pişik. Sonra, imkan vermir, hər şeyimdə var. Hə. Sonra baxaq. Uşaq vaxtı təcavüzə məruz qalmış biri olaraq öz uşaq versiyamı bağışlaya bilmirəm, amma bilirəm ki, günah məndə olmayıb. Amma bunu bilmək kifayət etmir. Günaha başqalarını atmağı sevmirəm. Bu mövzuda laqeyd ana-ata ilə böyüdüyümə görə onların da səhvi qismə hadisə nə deyir, ara-sıra baş verən bədənimlə bağlı sərhəd uşağın yadıma salıb. Ümumiyyətlə psixologiyada ən çətin korreksiya olunan və ən uzun müddətli terapiya lazım olan zorakılıqdır. Cinsel zorakılıq, ümumiyyətlə zorakılığın bir çox növü var. Psixoloji zorakılıq, cinsel zorakılıq, düzdürmü? Daha sonra fiziki zorakılıq. Bunlarla uzun müddət terapevtik iş lazım ola bilər. Çünki bu asan bir şey deyil, gülməli bir şey də deyil. Bəzən o yazılır ki, "Axı mən neçə seans gəlməliyəm?" Deyirəm, siz hələ bir konsultasiyaya qoşulun, ondan sonra qərar verərsiniz. Və ya bəlkə sənə elə 3 seans bəs edəcək. Bəlkə sən deyəcəksən mən illərlə davam edirəm. Yəni səni kimsə məcbur eləmir ki. Mən onu sevmirəm ki, insan hər şeyin başında pulu düşünür. Okey, niyə işləyirsən o zaman, əgər pulu düşünürsənsə? Canım könül xanım, elə bir şey gəlir ki, artıq mənə işlədikcə yenə üzə çıxır, bitmir, yoruluram. O zaman fasilə verin. Üzə çıxmağı da normaldır. Biraz fasilə verin. Biraz fasilə verin, təzədən davam edin. Hihihi. Yəni, sualınız nə? Özümü sevirəm, qınamıram, amma bu mövzu istisnadır. Təbii ki, ümumiyyətlə biz heç nəyi unutmuruq. Şuuraltı təmizləmə yoxdur. Belə şeylərə inanmayın. O həmişə bizdə qalır. Məsələn, hamının həyatında bir posttraumatik stres var. Mənim də həyatımda həmişə də qalır. Amma fərqində olanda həmən o situasiyaya düşəndə biz onu idarə edə bilirik. Yəni, eyni duyğular təkrar qalmır. Məsələn, uşaq vaxtı mənim atam tərk etmişdisə, misal üçün, yaxud məni rədd etmişdisə, davamlı iş yerimdə tərk ediləndə rədd edin, yaxud münasibətdə rədd edib tərk edin, həmən an deyirəm, okey. Bu sənin atan deyil. Bu sənin atan deyil və o travmama düşmürəm. Misal üçün deyirəm. Yorulursunuzsa fərdi konsultasiya götürün, Müşqan xanım. Yorulursunuzsa fasilə verin.
Ümumiyyətlə mən bilirəm çox həssas mövzudur, amma artıq yəni 21-ci əsrdə da bununla üzləşək də, ana-atanı qutaraq da. Hamımızın içərisində yaralı bir dənə ana-ata var. Hamımızın içərisində. Çox nadirən, hamı %100, amma ana-ata da ideal olmalı deyil də. İdeal ana-ata yoxdur. Bəzi ana-atalar şərtli sevib. Ona görə siz düşünürsüz ki, mən də qarşıdakı insanı şərtli sevə bilərəm. Məsələn, qız oğlana deyir ki, sən mənə pul xərcləməsən, sən mənə ev almasan, maşın almasan, mən səni sevmirəm. Niyə? Ay qız. Çünki sənin də anan atan sənə deyib ki, yaxşı dərs oxu, səni sevəcəm. Sən niyə oğlana şərt qoşursan? Və yaxud da oğlan qıza deyir ki, qısa yubka geyin, 90-60-90 mən sənə niyə şərt qoyursan? Ümumiyyətlə şərtli sevən insandan qaçın. O qız ki, oğlana deyir, belə ol, elə ol, mən səni sevəcəm, hə deyir. O qız deməli sağlam sevgi şəklində böyümür. Oğlan da həmçinin qıza deyirsə ki, sən belə ol, elə ol. Xeyr, sən kimisə standartı deyirsən, özün ol, başqa heç nə olma. Məndə hər birinin cavabı bəli. Çox xaotik bir ailədə böyümüşəm, lakin ailəm nə qədər davranışdı, sonradan sanki heç nə olmamış kimi davranıram. Eynən. Baxın, ən çox insanı yaran bir şey də salam. Pişik mənə salam ver. Ən çox insanı yoran bir şey də onlar baxın, onlar bu dünyaya gəliblər, istədiyi kimi yaşayıblar, istədiyi kimi çıxıb gediblər. Və yaxud da gedəcəklər. Bəs sən? Amma sən ilişib qalmısan. Eynən, sevgi dolu. Bəs nə dərəcədə mən özüm sevgi dolu bir münasibətdəyəm ki, mənim övladım da sevgi dolu bir ailədə böyüyür. Gəlin ona da baxaq. Qəşəng cavablar var. Ay, yaşlı Nadia xanım gör nə gözəl deyib, bax, posttraumatik stres ay. Deyir ki, həmin dövrdə uşaq elə düşünür ki, hər şeyin günahkarı odur, özünü günahkar hiss edir. Bəli, və çoxumuz da sonrakı münasibət həyatımızda özümüzü dərindən günahkar hiss edirik. Baxın, atamız cinayətkar da ola bilər, oğru da ola bilər, narkoman da ola bilər, zorakı da ola bilər. Həmçinin anamızdır. Bunun fərqi yoxdur. Onun necə olmasını mən dəyişə bilərəm? Yox. Sən dəyişə bilərsən? Yox. Polis dəyişə bilər? Yox. Nə etsə də o odur da. Yəni bu insan, əgər bir insan özü dəyişmək istəmirsə, heç kim onu dəyişə bilməz. Heç kim. Və mənim o insanı qəbul etməyim o demək deyil ki, sən zor eləmisən ki, xaotiksən. Yox. Mən sadəcə qəbul edirəm ki, tutalım. Bu insan atıram. Öz atası, anası misal üçün atıram. Atası adam öldürən idi. Xəstə olub, psixopat olub, anasını öldürüb. Onun da uşaqlığı bu cür keçib. Araşdırıram ki, bunun xaotik olmasının səbəbi nədir? Bunun özü də deməli öz keçmişində öz ana atasından bu cür görüb ki, gəlib bu cür olub. Və mən onu başa düşəndə artıq valideynimdən empatiya qururam, gözüm açılır. Başa düşürəm ki, o niyə cinayətkardır, o niyə zorakılıq eləyib, o niyə xaotikdir, o niyə narkomandır. Mən artıq onun psixoloji travmasının hardan gəldiyini biləndə, artıq avtomatik deyirəm, hə də bildim. Qəbul edirəm ki, xaotikdir. Çünki o bu cür böyüyüb. Amma mən onun kimi olmaq istəmirəm deyə mən öz üzərimdə iş aparıram. Mən artıq o döngünü sındırıram. Onun yolundan getmirəm. Əgər mən öz üzərimdə işləməsəm, mən də eyni olurum. Mənim onu qəbul etməyim, sən haqlısan, düz etmisən mənasında yox. Qəbul edirəm ki, sən sadəcə xaotiksən. Amma çoxumuz qəbul etmirik. Atamız cinayətkardır. Yo, nə danışırsan? Mən atamı sevirəm. Yo, 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 mənim atam cooldur. Xeyr. Mən sizə bir dənə misal deyim. Elə insanlar var ki, yəni elə valideynlərlə böyüyüb, amma heç vaxt o valideynləri haqqında qəbul edir ki, budur da. Yəni mənim atam əgər cinayətkardır, mən qəbul edirəm budur. O demək deyil düz eləyib. Amma qəbul edirəm də. Yəni bu insan fakt cinayətkardır. Nə edeyim ki, qəbul etmirəm? Axı insanı öldürüb qəbul edirəm. Xaotikdirsə qəbul edim, bu xaotik insandır da. İndən belə nə etsəm dəyişə bilərəm? Yox. Budur. Baxın, bir ata və ananı olduğu kimi qəbul etməyəndə partnyorunuzu da olduğu kimi qəbul etmirsiniz. Mən ata-anam, ana-atan indən belə maraqlı deyil. Yaşayıb, böyüdüb, istədiyi kimi yaşayıb, indi çıxıb gedəcəklər, rəhmətə çıxıb gedəcək. Yəni ömürlərini başa. Mən də özüm maraqlıyam ki, mən bu gün münasibət qura bilmirəm, mən bu gün istədiyim kimi yaşaya bilmirəm. Hələ də oturub ana-atanı fikirləşirəm. Çıxmalıyam da o döngüdən. Yəni o sürüdən ayrılmalıyam, başa düşməliyəm. Bəs bu qədər təlimə niyə qoşuluram? Bu qədər niyə kurs alıram? Niyə məlumatlanıram? Niyə psixologiyaya maraq vururam? İnsan niyə psixologiya? Hər bir insan istəyirsən psixoloq ol, sən olma. Onun fərqi yoxdur. Hər bir insan psixoloji öz üzərində işləyəndə güclənə bilir. Və həqiqi psixoloq sənə bu lupanı tutur. Həqiqi psixoloq sənə bunu göstərir. Bir şəkildə göstərir. Mən inanın ki, belə danışıram. Yəni uzatmıram. Görürsüz artıq 30 dəqiqə, 38 dəqiqədir, indi 1 dəqiqə qurtarır. Mən hələ bu qədər dəqiqə bu qədər şey danışmışamsa dəyərli. Düşünün də artıq. Yəni sən bu qədər şeyi başa düşmürsənsə, düşünün ki, indi bunun ötəsi nədir?